Yaxın Şərqdə davam edən gərginlik İran-İsrail müharibəsi zamanı paytaxt Tel-Əvivdə həlak olan Azərbaycanlı İsraildə dəfn olunub. Azərbaycanlı Amit Murtuzovun ailəsi hadisənin təfərrüatları barədə danışıblar. Bərabər izləyək. Gedib obyektə dəyiblər, 2 yoldaş olublar. O da Azərbaycanlı olub, o da çıxıb qaydanda maşına yaxınlaşanda raket gəlib düşüb. Həlak olan 40 yaşlı Amit Murtuzov Cəlilabad rayonunun Göytəpə şəhəri Həsənabad kəndində doğulub. Sonradan Murtuzov və həmkarları yeni tikilən bir binaya baxış keçirərkən qəfil raket atəşinə məruz qalıblar. Hadisə zamanı hava həyəcan siqnalı verilmədiyi üçün onlar sığınacağa keçə bilməyiblər. Mühasirəni mən gəldim qapıda ağlaşmaya da mən bildim ki, mənim oğlum gedib rəhmətə. Sonuncu dəfə avqustun 18-də gəldi. Evə gəldi, 18-də burada oldu. Sentyabrın 3-də biletini almışdı, geri qayıtdı. Çıxış yoxdur, hava yolları bağlıdır, quru yollar bağlıdır, dəniz yolu da bağlıdır. Məcburdular ki, orada dəfn eləsinlər. Qeyd edək ki, Amit Murtuzov 3 övlad atasıdır. 20 ildir ki, İsrail vətəndaşı olaraq tikinti sektorunda çalışırdı. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfərspoiz xəbər Cəlilabad, Göytəpə.